Salam, ədəbiyyat dərslərimizə davam edirik. Bugünkü dərsimiz Əhməd Cavadın Azərbaycan bayrağına şeiridir. Əvvəlcə məzmununa baxaq, əsərin məzmununa baxaq. Daha sonra isə onun təhlilini verəcəyik və mövzu və təhlili bitəndən sonra şeir haqqında yazılmış testlərimizə baxacağıq. Mövzuda, məzmunda və təhlildə öyrəndiklərimizi testlərimizin üzərində tətbiq edəcəyik. Bu yolla öyrənilən dərslər daha effektiv olur, daha səmərəli olur, daha yaxşı yadda qalır. Birinci bəndin izahı ilə başlayaq. Türkistan yelləri öpüb alnını, söyləyir dərdini sana, bayrağım. Üç rəngli əksini quzğun dənizdən, ərmağan yollasın yara, bayrağım. Türkistan yelləri, Türkistan ifadəsi ümumiyyətlə türk xalqlarının ortaq vətəni kimi təqdim olunur. Yəni Türkistan deyəndə bütün türk xalqları nəzərdə tutulur. Onlardan əsən külək hər dəfə bayrağa toxunduqca sanki bayrağın alnını öpür və bununla da ona dərdini söyləmək istəyir. Üç rəngli əksini, bayrağımız bilirsiniz ki, üç rəngdən ibarətdir. Mavi, qırmızı və yaşıl. Bu rənglərində hər birinin mənası var. Mavi türkçülüyü, qırmızı müasirliyi və inkişafı, yaşıl isə İslamı təmsil edir. Üç rəngli əksini quzğun dənizdən. Quzğun dəniz Xəzər dənizinin qədim adlarından biridir. Üç rəngli əksini quzğun dənizdən Xəzər dənizi vasitəsilə yara ərmağan olaraq yollasın. İkinci bənd. Gedərkən Turana çıxdın qarşıma, kölgən dövlət quşu qondu başıma. İzin ver gözümdə coşan yaşıma, dinlətsin dərdini, aha, bayrağım. Turan qədim Türk imperiyasını və mədəni birliyini ifadə edir. Bayraq bu ideyanın davamçısı kimi göstərilir. Yəni, bütün türk xalqlarının, türk dünyasının birləşib yaratdığı bir dövlət, Turan dövləti. Gedərkən Turana, yəni şairin ümumiyyətlə arzusuydu. Turançılıq ideyası bilirsiniz ki, əvvəldən var. İndi də bu və ya digər dərəcədə bu fikri davam elətdirirlər. Gedərkən Turana çıxdın qarşıma, kölgən dövlət quşu qondu başıma. Bayrağın kölgəsinin düşdüyü hər bir yer, Turana gedərkən bayrağın kölgəsi düşür başına və onu elə hesab edir ki, o sanki dövlət quşudur. Yəni, dövlət quşu da bilirsiniz ki, bolluq, bərəkət, xoşbəxtlik mənasında işlənir. Bayrağın düşdüyü kölgəsinin düşdüyü yer sanki ora bir xoşbəxtlik bəxş olunur. İzin ver gözümdə coşan yaşıma, dinlətsin dərdini, aha, bayrağım. Yəni, gözümdə coşan yaş burada mənfi mənada deyil. Bu qürur hissindən, qürurdan şairin ürəyi, gözləri dolur, ürəyi coşa gəlir və o dərdini danışmaq istəyir. Qayıxan soyundan aldığın rəngi, qucamış Elxanla müsəlman bəgi. Elxanın övladı, dinin dirəyi, gətirdin könlümə səfa, bayrağım. Qayıxan Oğuz türklərinin əsas tayfası olan Qayıboyunun adıdır. Yəni, Qayıxan türklərin qədim soylarının göstəricisidir. Azərbaycan türklərinin, yəni mənşə köklərini göstərir Qayıxan soyu. Elxanlı isə qucamış Elxanla müsəlman bəy. Qayıxanın rəngi, yəni onların rəngi göy rəngdir. Bayrağımızdakı göy rəng Qayıxan soyundan gəldiyi bildirir. Qayıxan dedi ki, türklərin qədim tayfalarından biridir, soylarından biridir. Onların da bayraqlarının rəngi göy rəngdə olub. Ona görə deyir, Qayıxan soyundan aldığın rəngi, yəni göy rəngi. Bayrağımızdakı mavi rəngi. Qucamış Elxanla müsəlman bəyi. Müsəlman Elxan da qədim türk dövlətidir, qədim dövlətdir. Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətdir. Bunların hər ikisinin bayraqda, burada göstərək, yəni göy, burada bayrağın şəklini ona görə vermişəm ki, bu göy rəng, bayraqdakı göy rəng Qayıxan soyundan gəldiyi bildirilir. Qayıxan göylüyü, maviliyi bildirir. Sonra qırmızı rəng, burada Elxani qədim Elxani dövlətinin rəngidir. Əslində, Elxanilərin bayrağı necə idi? Sarının içərisində ortada böyük qırmızı dairə var idi. Yəni, bu qırmızı həmin qırmızını bildirir. Elxanilərin dövlətinin rəngidir bu qırmızı rəng. Yaşıl rəng də İslamı bildirir. İslamı bildirdiyi üçün,
Deyir, Qayıxan soyundan gəldiyin rəngi, yəni göy rəngi, qırmızı ilə yaşıl sanki qucaqlayıb. Ona görə deyir, Qayıxan soyundan gəldiyin rəngi qucamış Elxanla Müsəlman bəyi. Elxanın övladı dinin dirəyi. Elxanilərin sonraki nəsilləri, Elxanilər dövlətində əvvəlcə İslamçılıq olmayıb. Amma Elxanilərin sonraki nəsli kökü, onlar müsəlman olublar, İslam dinini qəbul ediblər. Ona görə onların deyir, Elxanın övladı, yəni o nəslin kökün davamçıları, onlar İslam dininin nümayəndələridir. Onlar da dinin dirəyi adlanır. Yəni bütün bunlar hamısı, İslam bilirsiniz ki, yaşıl rəng İslamı bildirir, bayaq dediyim kimi, və o da bayraq həm də İslamın qoruyucusu kimi burada təqdim olunur. Köksümdə tufanlar gəldim irəli, öpüm kölgən düşən mübarək yeri. Allahın yıldızı o gözəl pəri, sığınmış qoynunda aya, bayrağım. Bayraq bilirsiniz nə münasibətlə yazılıb. Bayrağı ilk dəfə parlament binasının üzərində görəndə şairin qəlbi coşur, ilhama gəlir, sevinç hissi ilə dolur və ürəyi riqqətə gələrək bu gözəl əsəri yazır. Köksümdə tufanlar gəldim irəli, öpüm kölgən düşən mübarək yeri. Şair burada bayrağın düşdüyünün, kölgəsinin hətta düşdüyünün hər bir qarış torpağı mübarək yer adlandırır. Allahın yıldızı o gözəl pəri. Ayı burada Allahın yıldızı adlandırır. Allahın ulduzu, o gözəl pəri sığınmış qoynunda aya, bayrağın, ayın qoynuna sığılıb. Allahın ulduzu o gözəl pəri, ulduzu Allahın ulduzu adlandırır və gözəl pəri adlandırır. Eləcə də onu ayın qoynuna sığınmış kimi mənalandırır. Biz məzmunun izah elədik. Şeir hansı mövzuda yazılıb? Şeir bilirsiniz ki, bayrağımıza həsr olunub, üç rəngli bayrağımız vəsf olunub. Tərənnüm əsasında yazılıb bu əsər. Əsərin şeir vahidi bənddir. Şeir şəkli dördlükdür. Heca vəznindədir. Burada hər bəndin sonunda bayraq xitab var. Ərmağan yollasın yara bayrağım. Fikir verirsiniz, burada hər bəndin sonunda xitab var. Bədii xitab var. Misraların daxili bölgüsünə baxaq. Əvvəlcə hecanın sayına baxaq. 11 hecadır. Daxili bölgüsünə baxaq. Türkistan yelləri öpüb alnını, söyləyir dərdini sana bayrağım. 6+5 şəklindədir. 6 üstə gələk 5 şəklindədir. Bu qoşma janrına çox oxşuyur. Dövlət İmtahan Mərkəzinin kitablarında bu qoşma janrında verilib. Qoşma janrında bilirsiniz ki, burada bəndlərin sayı bir də 3, 5, 7 olmalıdır, tək olmalıdır, bir də sonda şairin adı çəkilməlidir. Yəni bu hər bir şey uyğun gəlir, sadəcə bu bəndlərin sayı bir də sonda şairin adının verilməməsinə görə bəzən çaşqınlıq yaradır. Qafiyə quruluşuna da gəlin baxaq. Alnını, bayrağım sana, B, quzğun dənizdən, A, B, C, yara, sana və yara. Ona görə bu da B şəklində gedir. A, B, C, B şəklində qafiyələrin birinci bənd. Növbəti misra bəndə baxaq. Qarşıma, D, başıma, D, yaşıma, yenə D, bayrağım, aha. Deməli, sana, yara, aha. Bu üçü bir gəldiyinə görə bunu da B ilə işarə edirik. Növbətiyə baxaq. Rəngi, bəgi, dirəyi, səfa. Bunu da B ilə işarə eləyək. İrəli, yeri, əri və B. Fikir verirsiniz, burada qafiyə quruluşları da heca vəzninin tələblərinə tam uyğundur. Qoşma janrının tələblərinə tam uyğundur. Ona görə buna qoşma janrı deyə bilərik.
Dövlət İmtahan Mərkəzində bayaq dediyim kimi kitabında da bu elə qoşma janrı kimi verilib. Daha sonra burada bədii təsvir və ifadə vasitələrinə baxaq. Türkistan yelləri öpüb alnına. Yelin alnı öpməsi bu metafordur. Metafor nə idi? Köçürmə. Dərdini bayrağa, Türkistan yellərinin alnı öpməsi, dərdini bayrağa danışması, həmin bayrağın əksinin quzğun dənizdən yara ərmağan yollaması, bunlar hamısı metafordur. Çıxdın qarşıma çıxdın. Burada inversiya var. Kölgən dövlət quşu qondu başıma. Təşbeh var. Təşbeh bilirsiniz ki, bənzətmədir. İzin ver gözümdə coşan yaşıma, dinlətsin dərdini, aha bayram. Elxan övladın dinin dirəyi adlandırır, gətirdin könlümə səfa bayrağım. Burada hamısında deməli inversiyalardan istifadə olunub, təkrarlamaya ehtiyac yoxdur. Köksümdə tufanlar gəldi mirəli, bunun bayaq mənasını dedim. Aha, burada da Allah ulduzu nəyə bənzədir? O gözəl pəri adlandırır. Bunu ayın qoynuna sığınmağını göstərir. Deməli, burada bayraqla yanaşı eləcə də ayılduz da təsvir olunur. Ayılduz da tərənnüm olunur. Bayaq dedik ki, əsər tərənnüm əsasında yazılıb. Ümumiyyətlə, burada Azərbaycan bayrağı Türk ruhunun daşıyıcısı kimi mənalandırılır. Gəlin, indi də keçək testlərin üzərində baxaq. Bu bir neçə kitabdan seçilmiş testlərdir, nümunələrdir, mövzuya aid olan. Bunların üzərində, testin üzərində biz bunlara baxsaq, mövzunu daha yaxşı dərk eləmiş olarıq, daha yaxşı yadda qalar. Birinci sualımız. Azərbaycan bayrağına şeirin təhlili ilə bağlı verilənlərdən biri yanlışdır. Lirik qəhrəman Türkün keçmişini ideallaşdırır. Bayaq dedik ki, Elxanilərdir, Qayxan soyundan gəlir. Bəli, ona görə bu doğru variantdır. Türkistan ellərinin əsarətdən doğan dərd qəminin çox olduğunu vurğuluyur. Burada yanlışlıq var. Olduğunu vurğuluyur, düzdür. Üşəkli bayrağın əks etdiyi rənglərin simvolikası açılır. Bayaq dedik ki, hər üç rəngin mənaları açılır. Bayrağın kölgəsi düşən yer müqəddəs hesab edilir. Ay ulduzlu bayraq Turan ellərinin gələcəyi kimi dəyərləndirir. Burada gələcək yanlışı soruşur. Biz burada Turan ellərinin gələcəyi kimi dəyərləndirilir. Bu yanlışdır. Yəni, gələcəyə aid bir fikir yoxdur. İkinci sualımız. Əhməd Cavadın Azərbaycan bayrağına şeirinin məzmununa aid düzgün fikirləri müəyyən edin. Şair şeirdə bayrağı tərənnüm etməklə kifayətlənir. Təkcə bayrağı tərənnüm eləmir, onun rənglərini də açır. Oradakı bayaq dediyimiz bu yanlışdır. Biz düzgünləri götürəcəyik. Əhməd Cavadın Dalğa şeir kitabına daxildir. Bayrağın kölgəsi dövlət quşu kimi mənalandırır. Bunu bayaq dedik, doğrudur. 4. Şeirdə türkçülük ideyalarda öz əksini tapır. Bu elə hər yerdə var idi şeirdə. Vətənimizin gözəllikləri tərənnüm olunur. Burada vətən gözəlliklərindən təsvirindən getmir söhbət. Bayrağa olan sevgi vətənə məhəbbətin simvolu kimi mənalandırılır. Bəli, bu doğrudur. Cavabımız 3, 4 və 5. Üçüncü sual. Əhməd Cavadın Azərbaycan bayrağının əsəri ilə bağlı səhv fikirləri müəyyən edin. Heca vəznində bəndər şəklindədir. Bunu bayaq izahda dedik. Dövlət rəmizlərinin mənaları açıq şərh olunur. Burada dövlət rəmizlərinin yox. Dövlət rəmizləri bayraqdır, gerbdir, himdir. Burada gerbdən, himdən söhbət getmir. Burada yalnız bayraqdan söhbət gedir. Bayrağın mənaları açıq şərh olunur. Rəmizlərinin yox, dövlət rəmzinin olsaydı düz olardı. Amma dövlət rəmizləri deyirsə, deməli bu yanlış fikirdir. Ona görə oxuyanda diqqətli olun. Əsərdə vətənpərvər ruh hakimdir, bu da doğrudur. Əsərdə üç rəngli, aylı, ulduzlu bayrağımız tərənnüm edilir, doğrudur. Əsərdəki quzğun dəniz Xəzər dənizinin qədim adlarından biridir, bunu da bayaq dedik. Doğru fikirdir. Dördüncü sual. Əhməd Cavadın Azərbaycan bayrağına şeirlə bağlı doğru fikri.
soruşur. Türklərin soy kökü və düşüncə tərzi tərənnüm olunur. Bəli, burada türkçülük var idi. Soy kökü, düşüncə tərzi, bəli. Təbiət gözəllikləri yoxdur, bayaq dedik. Lirik qəhrəman azadlığın dəyərindən bəhs edilir. Burada azadlıq yoxdur. Azərbaycan təbii sərvətlərindən söz açılır. Yoxdur. Sovet dövründə yazılmayıb. 1919-cu ildə yazılıb. Buradakı Sovet dövrü deyil. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdür. 5-ci sualımız. Əhməd Cavadın Azərbaycan bayrağına əsəri ilə bağlı səhv fikirdir. Şair bayrağa olan sevgini vətənə məhəbbətin simvolu kimi mənalandırır. Bu doğrudur. Şair tərənnüm etməklə yanaşı, bayraqdakı rəmzi işarələrin mənasına da toxunur. Bunu bayaq dedik, doğrudur. Müəllif bayrağın müqəddəslik və ucalığını oxucuya dərindən hiss etdirir. Həqiqətən də insan şeiri oxuyan hər bir oxucu ürəyi həqiqətən qürur hissi ilə dolur. Şeirdə bədili artırmaq üçün hər bəndin sonuna bədii suallardan istifadə olunub. Bədii sual deyil, burada bədii xitablardan istifadə olunub, bunu bayaq dedik. Bədii xitabdır, bədii sual deyil. Şeir özünün bədii təsir gücü səmimiliyi ilə seçilir. Bəli, bu da doğru fikirdir. 5-də doğru cavabımız D variantı. Əhməd Cavadın Azərbaycan bayrağına şeiri üçün doğru fikir hesab etmək olmaz. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazılmışdı. Bunu bayaq dedik, doğrudur. Vətənin birliyi uğrunda mübarizə əsas fikir kimi səsləndirilir. Burada mübarizə, birlik, mübarizədən söhbət getmir. Yanlış fikirdir. Vətəni sevən sənətkarın ürək çırpıntıları duyulur. Bu da doğrudur. Heca vəznində, bəndlər şəklində də doğrudur. Şeirdə şairin türkçülük ideyaları da əksini tapır. Bunu bayaq dedik, izahda doğru fikirdir. 7-ci sual. Əhməd Cavadın Azərbaycan bayrağına şeirində əks olunmuşdur. Azərbaycanın təbii sərvətlərinin zənginliyi. Təbii sərvətlər yoxdur. Yanlış fikirdir. Düşmənlərə qarşı mübarizəyə çağırış. Yoxdur. Milli kimlik və mənsubiyyət. Bəli, Qayxan soyundan gəldiyimiz, bəli, İslam dininə mənsubluğumuz burada göstərir. 3 doğrudur. Bakını azad etmiş qalib Türk ordusunun alqışlanması. Yanlış fikirdir. Türk xalqlarının birliyinin arzusu. Turan məsələsi. Bəli, bu var idi. Cavab 3, 5, A variantı. Əhməd Cavadın Azərbaycan bayrağına şeirlə bağlı doğru fikirləri müəyyən edin. Şeirdə lirik qəhrəmanın vətəninə sonsuz məhəbbəti əks olunmuşdur, bəli. Şair Azərbaycanın himninin sözlərinin müəllifi olduğu qeyd edilir. Burada bu əsərdə yoxdur, əruz vəznində deyil, heca vəznindədir. Dövlət rəmzlərimiz, yox, rəmzimiz qürurla təsvir edilir. Bayaq dedik ki, diqqətli olun, rəmzimiz. Bayrağımızın bir gün ikiyə bölünmüş torpaqlarımızda Cənubi Azərbaycan dağılacağına inam hissi var. Bu yanlış fikirdir. 8-də doğru cavabımız A variantı. 9-a baxaq. Doqquzuncu sual. Əhməd Cavadın Azərbaycan bayrağına şeirinin məzmununa aid doğru fikri müəyyən edin. Şeirdə Rus ordusunun törətdikləri vəhşiliklərdən söhbət açılır. Belə bir şey yoxdur. Türkün tökülən qanları bihudə getməyəcək. Bu tamam başqa əsərə aiddir. Heca vəznindədir. Bəndər şəklində yazılmışdır. Bu məzmun deyir. Məzmun deyil, bu formadır. Ona görə bunu götürmürük. Doğru fikirdir, amma məzmun deyil. Şair vətəni ana ilə bərabər tutur. Onu bayraq kimi yüksəkdə görmək istəyir. Belə bir fikir yoxdur. Şeirdə sevən el sənətkarının ürək çırpıntıları, bəli, bunun məzmunun hər bir sətrində, hər bir misrasında duyulur bu. Doğru fikirdir. Ona görə sualları oxuyanda onun şərtində diqqətli olun. Məzmun yoxsa forma. Buna uyğun variantlara baxın. 10-cu sual. Əhməd Cavadın Azərbaycan bayrağına şeiri ilə bağlı fikirlərdən doğru olanları seçin. Tərənnüm əsasında yazılmışdı. Bəli, bayaq dedik. Şeirdə himnimizin son 2 misra, himnə aid heç bir şey yoxdur. Şair bu şeirini parlamentin qarşısında yazdığını 3-cü bənddə ifadə etmişdir. Bu yanlış fikirdir. Şeirdə bayrağımızdakı ulduza da işarə olunmuşdur. Bu doğru fikirdir. Allahın yıldızı, o gözəl pəri. Onda 1 və 4 C variantı. 11-ci sual. Nümunəyə aid xüsusiyyətləri müəyyən edərək klasteri tamamlayın. Klaster deyirsə biz doğru fikirləri seçəcəyik. Gedərkən Turana çıxdın qarşıma, kölgən dövlət quşu qondu başıma.
İzin ver gözümdə coşan yaşıma, dinlətsin dərdini aha, bayrağım. Əhməd Cavadın Azərbaycan bayrağının şeirinədir, təbii ki, bilirsiniz. Tərənnüm aparıcıdır, lirik növdədir, düzdür. Doğru fikirlərim. A variantı. Şeirdəki hadisələr nəql edilir. Hadisələr nəql edilir, o epik əsərlər üçün doğrudur. Amma bu əsər lirik əsər olduğu üçün burada hadisələr yoxdur. B. Şairin bayrağa subyektiv münasibəti təsvir olunmuşdur. Bəli, doğrudur. Ümumiyyətlə, lirik əsərlərdə hadisəyə, obyektə subyektiv münasibət ön planda olur. Ona görə B doğrudur. Əyani göstərmə bu dramatik növ üçün əsasdır. Ona görə yanlışdır. Anonim bədii ədəbiyyat nümunəsidir. Şeirin müəllifi var, Əhməd Cavad. Yanlış fikirdir. Yoxsul qafiyədən istifadə olunmuşdur. Yəni, istəyirsiniz qafiyyə baxaq. Qarşıma 1, 2, 3 yaşıma. Burada zəngin qafiyədən istifadə olunub. Zəngin qafiyə. Bu hissələr qafiyələndiyi üçün zəngin qafiyədir, yoxsul qafiyə deyil. Ona görə Y variantı da yanlışdır. 11-də doğru cavabımız B variantı. 12-ci sual. Əhməd Cavadın Azərbaycan bayrağının şeirində öz əklini tapmamışdır. AXC-nin üçrəngli bayrağının tərənnümü var. Şairin bayrağına qarşı olan qürur və sevinç hissi. Bəli, bu da var. Türklərin soykökünün tərənnümü, dedik Qayıxan soyu var idi. Qədim Türk dövlətinin adının çəkilməsi, Elxanilərin adı çəkilir. Düşmənlərə qarşı mərd, eyni zamanda Qayıxan. Düşmənlərinə qarşı mərd, cəsur mübarizəsi. Düşmənlərinə qarşı mübarizə ümumiyyətlə bu əsərdə yoxdur. Mübarizə yoxdur bu əsərdə. 12-də Y variantı doğru cavabımız. Əksini tapmamışdır, deyir. 13-cü sual. Dün qara hərflərlə verilmiş sözlər birlikdə bədii təsvir baxımından nədir? Bədii təsvir soruşur, ifadəni yox. Türkistan yerləri öpüb alını, söyləyir dərdini sana bayrağın. Bayaq dedik ki, burada metafor işlənib. Bədii təsvir vasitəsi. 14-cü sual. Əhməd Cavadın Azərbaycan bayrağının şeirini təhlillə bağlı yanlış fikri seçin. Şeir Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağına həsr edilmişdir. Doğrudur. Şair üçrəngli bayrağının quzğun dənizdən yara ərmağan yollamasını istəyir. Bu da şeirdə var. Doğrudur. Şair dövlət bayrağını zənginlik, xoşbəxt tale hesab edir. Deyir, kölgən dövlət quşu qondu başıma. Doğrudur. Şair bayrağın bir rənginin qayı boyundan gəldiyini söylüyor. Qayıxan soyundan aldığın rəngi, bəli, var. Şairin gözündən yaş gəlməsi ölkənin düşmənlər tərəfindən işğalı ilə bağlıdır. Xeyr, bu bayaq dedik ki, qürurdan, sevincdən, fəxarət hissindən onun gözləri yaşarır. Ona görə yanlışdır. 14-də doğru cavabımız Y variantı. 15-ci sual. Əhməd Cavadın Azərbaycan bayrağının şeirində əksini tapmışdır. Yəni, nələr əksini tapmışdır? Elə ilk bənddən şair Azərbaycanı oymaq gəzir. Burada gəzmək yoxdur. Belə bir fikir yoxdur. Göy rəngi türk soylarının fəxri hesab edir. 2 var, bəli. Qayıxan soyundan aldığın rəngi. Köksümdə tufanlar gəldi Mirəli misrası ilə mövcud siyasi rejim. Siyasi rejim söhbəti yoxdur burada. Bayrağımızın kölgəsi belə şair üçün zənginlikdir. Doğrudur. Şeirdə quzğun dəniz ifadəsi Sovet hakimiyyətinə yox, bayaq dedik ki, quzğun dəniz Xəzər dənizinin qədim adıdır. 2, 4, doğru cavabımız C. 16-cı sual. Əhməd Cavadın Azərbaycan bayrağına şeirinin məzmununa aid doğru fikirləri müəyyən edin. Fikir verin, diqqətli olun. Məzmunu axtaracağıq burada. Dövlət atributlarının mənası şərh edilir. Atributlarının mənası deyil. Bayraq, yalnız bayraq. Azərbaycan şeirlə eyni vəzində yazılmışdır. Yanlış fikirdir. Şair bayrağına olan sonsuz sevgisi tərənnüm edilmişdir. Bəli, tərənnüm əsasında dedik yazılıb məzmununda. Azərbaycanın təbii sərvətlər yoxdur burada. Bolluq və müxtəlifliyi hər bənddə diqqət mərkəzinə çəkilir. Ümumiyyətlə, təbii sərvət yoxdur. Qafqaz İslam ordusunun qəhrəmanlığı ön plana çəkilir, tərənnüm edilir. Bu da yanlış fikirdir. 16-da doğru cavabımız C. 17-ci sual. Əhməd Cavadın Azərbaycan bayrağına şeirin məzmununa aid doğru fikirləri müəyyən edin.
A. Rədifdən istifadə olunan əsərdə tərənnüm aparıcıdır. Rədif məzmun deyil. Ona görə yanlışdır. Bayrağı Allahın yıldızı o gözəl pəri deyə təsvir edən şair bayrağı yox, bayrağın üzərindəki ulduzu, 8 gövşəli ulduzu Allahın yıldızı o gözəl pəri deyir. Əsərə görə istənilən milli dövlət atributu insanlığın könlünə şəfa verə bilər. Əsərə görə bayraq insanın könlünə şəfa verir. Bayrağın üzərindəki əlamətlərdən danışılır. Bəli. Aydan, ulduzdan, rənglərdən. Turana gedən müəllifin bayraqla olan səmimi dialoqu burada dialoq deyil. 17 doğru cavabımız D variantı. 18-ci sual. Əhməd Cavadın Azərbaycan bayrağına şeirində belə bir məqam yoxdur. Müəllifin şəxsi düşüncələri var. Türk soyunun adının çəkilməsi, bunu bayaqdan dəfələrlə dedik. C. Turançılıq ideyalarının ön plana çəkilməsi. Burada turançılıq ideyası var, amma ön plana çəkilib, əsas məqsəd kimi göstərilib, bu yanlış fikirdir. Bayrağa olan sevginin vətənə məhəbbətin simvolu olması doğrudur. Bayraqdakı ulduzun aya sığınmış şəkildə verilib. Allahın yıldızı, o gözəl pəri sığınmış qoynunda aya bayraq. Bəli, bu var. 19. Əhməd Cavadın Azərbaycan bayrağına şeirinə əsasən doğru fikirləri seçin. 1. Bayrağın təsvirində romantikliyə əsas tutan müəllif şeirdə dövlət rəmzlərinin, bayaq dedik ki, rəmzlərinin deyil, yanlış fikirdir. Əsər qoşma janrının qafiyəsinə uyğun şəkildə yazılıb, rədifdən istifadə edilib. Doğrudur. Dinlətsin dərdini, aha, bayrağım misralarında köçürmə, inversiya kimi bədii təsir vasitələrinə istifadə olunub. İnversiya bədii təsir vasitəsi deyil. Ona görə yanlışdır. Şeirdə bayraq kölgəsi dövlət quşuna bənzədilib. Doğrudur. Şeirdə xalqın, millətin birliyindən, xalqı mübarizəyə səsləməkdən danışılmır. Bəli, danışılmır. Ona görə doğru fikirdir. 19-da doğru cavabımız Y variantı. 20-ci sual. Azərbaycan bayrağının şeirinə əsasən doğru fikirləri seçin. Müəllifin qoşma şeir kitabına daxildir. Yanlışdır. Doğrunu soruşur. Türk ellərinin birliyinə işarə var. Bəli, var. Sovet rejiminin iş üzü ifşa olunur. Sovet rejimi deyil. Bayrağın kölgəsi də müqəddəs hesab edilir. Bəli. 2-4. Y variantı. 21-ci sual. Gedərkən Turana çıxdın qarşıma, kölgən dövlət quşu qondu başıma. İzin ver gözümdə coşan yaşıma, dinlətsin dərdini. Aha, bayrağım. Verilən bəndlə bağlı hansı fikir doğrudur? Şair Turana getməklə yanlış etdiyini deyir. Doğrunu axtaracağıq. Bu yanlışdır. Bayrağın kölgəsi dövlət quşuna bənzədilir. Bunu bayaqdan dəfələrlə demişik. Doğru fikirdir. Şair Turan deyərkən Qərbi Avropanı nəzərdə tutur. Yanlışdır. Aha dərdini Turan deyəndə Türk dövlətləri nəzərdə tutulur. Aha dərdini dinlətməsi üçün bayrağın icazə verməsinə ehtiyac yoxdur. Deyir, izin ver gözümdə coşan yaşıma. Burada izin istəyir. Y variantı. Bayrağın rənglərinin mənası açıqlanmır. Açıqlanır. Bu da yanlış fikirdir. 21-də doğru cavabımız B. 22-ci sual. Azərbaycan bayrağına şeirlə bağlı hansı fikir yanlışdır? 10 aprel 1919-cu ildə Bakı şəhərində parlament binasının üzərində dalğalanmış üçrəngli milli bayrağımız vətənpərvər şairi diqqətə gətirmiş və bu gözəl sənət əsəri yaranmışdı. Bu doğrudur. Şeirdə el sənətkarının ürək çırpıntıları duyulur. Bu da doğrudur. Bunu oxuyan hər bir vətənpərvər insanın həqiqətən elə ürək çırpıntıları duyulur. Şair bayrağımızın simvolikasını izah edir. Doğrudur. Şair bu şeirə görə ona verilən mükafatı əskərlərimizə bağışlayır. Bu yanlış fikirdir. Türklərin birliyindən danışılır. Bu da doğrudur. Yanlışı axtarırdıq. Türklərin birliyindən bəhs edilir. Doğru fikirdir. 23-cü sual. Qayıxan soyundan aldığın rəngi qucamış Elxanla Müsəlman bəyi. Elxanın övladı, dinin dirəyi, gətirdin könlümə səfa, bayrağım.
Azərbaycan bayrağına əsərindən verilən bəndlə bağlı doğru fikri müəyyən edin. Müstəqilliyin itirilməsindən sonra bayrağın həsrəti ilə yazılan əsərdən bir parçadır. Müstəqillik itiriləndən sonra yox, müstəqillik vaxtı idi həmin vaxt, 19-cu ildə yazılıb dedik ki, bu yanlışdır. İlk misrada türk soyunun adı çəkilir. Qayıxan türk soyudur, bəli, bu doğru fikirdir. Qayıxan soyunundan qırmızı rəngin aldığımız, qırmızı yox, Qayıxan soyundan göy rəng. Bu yanlışdır. D. Axırıncı misrada rədif iki sözdən ibarətdir. Bayrağın bir sözdür. Elxanın övladı bayrağın qoruyucusu adlanır. Elxanın övladı bayrağın yox. Elxanın övladı dinin dirəyi adlandırılır. Bayrağın qoruyucusu yox, dinin dirəyi. 23-də doğru cavabımız B variantı. 24-cü sual. Əhməd Cavadın Azərbaycan bayrağına şeirinin forma xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edin. Burada artıq forma xüsusiyyətlərini istəyir bizdən. Şeirdə həm bayrağın üçrəng olmasına, həm də üzərində ay və ulduzun olmasına işarə var. Bu məzmun xüsusiyyətidir. Ona görə bunu götürə bilmərik. Mövzusu üçrəngli bayrağın tərənnümüdür. Bu da mövzu ilə bağlıdır. Biz formaya baxırıq. Bütün bəndlərdə misradaxili bölgü 6+5 şəklindədir. Bunu bayaq dedik, belədir. Nəzmi nəsrdən fərqləndirən əlamətlərdən biri onun rədifdən istifadə olunmasıdır. Rədif forma xüsusiyyətidir. Şeirin qafiyə quruluşu A, B, C, B və D, 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 5 kimi qafiyələrin kimidir. Bunu bayaq dedik, bu da doğru fikirdir. Formaya aiddir. 3, 4, 5 doğru cavabımız Y variantı. 25-ci və sonuncu sualımız. Əhməd Cavadın Azərbaycan bayrağına şeirinin məzmunu ilə bağlı fikirlərdən biri fərqlidir. Doğru və ya yanlış olma baxımından. A. Bayrağın rənginin Qayıxan soyundan aldığının deyilir. Bu doğrudur. Göy rəngin bayaq dedik. Allahın yıldızı o gözəl pər deyərkən bayrağın qırmızı rənginin üzərində olan 8 gövşəli ulduza işarədir. Bu da doğrudur. Şair bayrağın kölgəsi düşən yeri dövlət quşu hesab edir. Kölgəsi düşən yeri yox. Şair bayrağın kölgəsini dövlət quşu hesab edir. Bu yanlışdır. Yəni, əgər ikisi doğrudursa, deməli onda bu birləri doğru gedəcək. Nəyə görə C yanlış oldu? Şair bayrağın kölgəsi düşən yeri dövlət quşu hesab eləmir. Bayrağın kölgəsini dövlət quşu hesab edir. Ona görə yanlışdır. D. Şair Turana gedərkən bayrağınızla qarşılaşdığını deyir. Bayraq Elxanın övladı dinin dirəyi adlanır. Deməli, 25-də doğru cavabımız C. Belə dəyərli dostlar, bugünkü izahımız bura qədər, mövzu izahımız. Əsəri ətraflı şəkildə həm məzmunun, həm də təhlilini verdik. Eyni zamanda testlər üzərində də işlədik. İnanıram ki, bu şəkildə bu əsər sizin yadınızda daha yaxşı qalacaq. İzlədiyiniz üçün təşəkkürlər.